Salam qızlar, necəsiz? Sizinlə bu günlərim çox gözəl ağardıcı maska edəcəm. Videoya diqqətlə dinləyin. İlk dəfədən hər məlumat sizə qavraya bilmədinizsə bir neçə dəfə videoya baxın. Çünki videoya da hər şey xırdalığına kimi deyirəm. Əgər nəyisə qeyd eləmirəm, deməli ki, qeyd olunası bir şey yoxdur. Əvəz olunası bir şey yoxdur. Yorucu sualları verib bir-birimizi yormayaq. Diqqətlə videoya baxaq. Videonun altında da həmişə yazı olur. Əgər varsa onu yoxlayın, varsa oxumaq lazımdır. Yəni dərhal mən salam qızlar deyən kimi suallar verməyə ehtiyac yoxdur. Bildiyimiz hər şey səhifədədir. Səhifəyə baxın, oxuyun, faydalanın. Bu günlərim ağardıcı maska çox asan ingrediyentlərdəndir. Deməli, maskanın tərkibində nə olacaq? 1 çay qaşığı un. Ağ un, normal. Az önce dediyim kimi 1 çay qaşığı un bizə lazımdır. Sonra bizə lazımdır 1 çay qaşığı xama. Fərqi yoxdur faizi. Evdə nə varsa onu istifadə edə bilərsiniz. İndi istəmirəm demək, məcburam yəni. Deyəcəklər, onlar kənd xaması, onlar xama əvəzinə qatıq. Onlar un qara olsun, un dəqiq hansı undur, sizdə tam ağ düşmür və s. Qızlar, bu tipli sualları xahiş edirəm verməyin. Yəni, əgər özünüzə hörmət eləyirsinizsə verməyin. Yəni, mən elədiyim maska budur. Yəni, siz onu başqa cür dəyişəcəksiniz, eləyəcəksiniz. Onu məndən niyə icazə alın? Gidin, dəyişin, görün, yaxşıdır, pisdir, fəsad oldu, olmadı, bizə də yazarsınız. Yəni, ehtiyac yoxdursa olun. Nə görürsünüz, eyni qaydada olmalıdır. Əks halda artıq başqa bir maska, başqa bir şey sayılır, düzdür? Xamamızı da əlavə elədik və əsas ingrediyentimiz qaldı, qızlar. Superdir. Hər kəsin əminəm ki, evdə, yəni balıq yağı bu dəqiqə hamı içir və bizə lazım olacaq 1 kapsul balıq yağı. Yəni, qızlar, qeyd edirəm, yəni fərqi yoxdur hansı balıq, nə var evdə odur. Eləsi, yəni kapsulda olan lazımdır ki, olsun. Bunu biz, çünki niyə? Bu həm ağardır, güclü, həm də ləkələri rəngini açır, həm də güclü cavanlaşdırır. İynə ilə biraz deşdik. İstəsəz axıra da biraz saxlaya bilərsiniz içində. Maskanı tam eləyib bitirəndən yüzünüzü yuyub qurudandan sonra da axırda vurub bunda qala bilərsiniz. Ümumiyyətcə, üzə vurmaq çox faydalıdır. Və hələ bitmədi, davamı da var. Deyəcəm, dəlşini eləmək lazımdır. Maska çox gözəl maskadır. Həm üz, həm boyunda kalite, əllərə də, bədənə də istəsəz istifadə edə bilərsiniz. Kurs kimi istifadə eləsəz, həftədə 2-3 dəfə edə bilərsiniz. Nə qədər istəyirsiniz. İstəsəz ömür boyu, son gününüzə qədər 2-3 gündən bir bu maskanı eləyə bilərsiniz. Axırda da maskadan sonra istəsəz bir dənə də kapsulasını deşirsiniz və serum əvəzi üzə vurursunuz və səhərə kimi qala bilər məsələ. Həmin serum çox möhtəşəmdir. Qırışları birə-bir açır. Ondan sonra rəngi parıldadır. Eyni zamanda indi allergik insanlar var. İstəsəz Lanarif damcı üçün antihistamin hər maska eləyəndə və yaxud sizin üzünüz səpkilidirsə, ümumiyyətcə Lanarifi məsləhət görürəm içməyə. Bir də yay gəlir. Yay gəldiyinə görə biz nə etməliyik? Mütəmadi qurd dərmanı içməliyik. Hər gün olduğu kimi mən Raul bir xörək qaşığı miqalir içirik. Miqalir nə üçün yaxşıdır? Ümumiyyətcə üzdə, məsəl üçün rəng bərabərsizliyi varsa, uşaqlarda boyu uzanmırsa, uşaqlarda qara nöqtələr, qırmızı xallar, saç yağlılığı, kəpək, ondan sonra iştahsızlıq və böyüklərdə məsəl üçün köp, şiş əlamətləri varsa, heç cür arıqlaya bilmirsinizsə, o zaman miqalir köməyinizə çatacaq. Heç bir zərəri yoxdur, dilimdə dediyim kimi və videolarda hər gün çizdirirəm. Öz uşağıma verdiyimə görə, yəni əlavə suallara ehtiyac yoxdur. Yalnız otlardandır içi. Belə də ki, əgər siz araşdırmaq istəyirsinizsə, sual vermək yox. Girin Google-da miqalir yazın və çıxacaq hər şey. Hansı sualı verməmiş öncə yenə də təkrarlayıram. Birincisi girirsiniz səhifəyə, bütün paylaşımlara bir-bir baxırsınız və altdakı yazını, videonu mütləq oxuyursunuz.
dişlərin qıcaması məsələ, yatanda ağızdan selin axması, bu kimi şeylər mütləq məqalərə verin. Çünki bütün növ parazitləri öldürür və sizi, uşaqlarınızı, sağlamlığınıza zərərsiz qovuşdurur. Mütləq məqalər. Zaten apteklərdə çox az qalıb. O gün 4 dənə apteka girmişəm. Heç birində tapa bilməmişəm. Çünki yarısını almışam, yarısını yox. Ən azı 2 ay içəcək. Öncəki videolarda hər dəfə qeyd edirəm ki, 2 ay ərzində əsas yeməkdən öncə bir xörək qaşığı gündə bir dəfə bəs eləyir. Yəni insan var günorta yeməyini yeyir, insan var axşam yeməyini. Ən çox hansı qida günorta yeməyi daha çox yeyirsiniz, yoxsa axşam yeməyi çox yeyirsiniz? Hansısa birində 15 dəqiqə öncə bir xörək qaşığı içsəz, siz və ya övladınız millisi eynidir. Yaşdan asılı deyil, yəni lazım deyil soruşmaq. Filan kəsin filan qədər yaşı var, onu olar, mənə olar, uşağım olar, atam olar, anam olar, hər kəsi olar. Əgər başqa planetdən gəlməyiblərsə, deməli onlar da hər kəs sayılır və hər kəsə eyni qaydada, eyni qədərində bu verilməlidir, dediyim qaydada. O zaman nəticə çox güclü olacaq. Ondan sonra kalpazol şam. Xanımlar tez-tez məndən şam soruşur. Kalpazol şam möhtəşəmdir. Qızlar, apteklərdə bilmirəm, 2-3 manatdır mən bilən qiyməti. Dəqiq yadımda deyil, hamısını bir yerdə almışam. 2-3 manatdır qiyməti. 9 gün və yaxud 12 gün edin. Çünki bir kutuda 3 dənə olur. Ən azı 3 kutu lazımdır ki, 9 gün edə biləsiniz. 9 və yaxud 12 gün. Problem böyükdürsə 1 ay ərzində də istifadə edə bilərsiniz. Hər gün birini vaginal olur. İstifadə edəndə çox bəyənəcəksiniz. Ümumiyyətlə, nə problem varsa, hətta problem yoxdursa, profilaktik olaraq normal haldır. Profilaktik istifadə edə bilərsiniz. Çox bəyənəcəksiniz. Başqa şam istəməyəcəksiniz. Bundan sonra prosta proba eləyin. Bir dəfə dediyim qaydada proba eləyin. Baxın, görün necə bir şeydir. Sonra insanlar var ki, illərlə, aylarla, ömür boyu öskürükdən qurtula bilmir. Antibiotik qalmayıb, iynə dərman qalmayıb, amma öskürük keçmir. Mən sizə %100 deyə bilərəm ki, %100. Birinci və yaxud ikinci gün Lusfitin istifadəsindən sonra ümumiyyətcə öskürəyiniz kökündən kəsiləcək. Lusfitin tərkibində heç bir zərərli heç bir şey yoxdur. Yalnız və yalnız otlardan hazırlanıb. Girib Google-da da ətraflı oxuya bilərsiniz. Çox məsləhət görürəm. Öskürəyi prosta saniyədə qutarır. Hər kəs istifadə edə bilər. Qızlar, üzümü yudum. Çox qəşəng oldu. Çox bəyəndim maskanı. Siz də bəyənəcəksiniz, əminəm. Hər şey videonu bir neçə dəfə dinləyəndən sonra edin ki, hər şey dəqiqliyinə və gözəl eləyəsiniz. Bir də qeyd eləmək istəyirəm, növbəti canlıda sizə hədiyyə verəcəm. Təbii ki, hədiyyə arzadan olacaq. Qızlar, özümə də almışam, birini sizə də almışam. Maskadır, enzim peelinglə. Çox gözəldir, bayılacaqsınız. Az sayda arzan səhifəsini etikləyəcəm, videonun altında var. Növbəti videoda və yaxud canlıda baxacam. Arzanın bu dəstini bir nəfərə hədiyyə eləyəcəm. Çox bəyənəcəksiniz. Bir də hədiyyə upakovkadadır. Bir şey də açmayım. Qalib özü açar.